Mən düz bir ildir video çəkmirdim, amma dedim bu gün olar. Və hamıya salam olsun əzizlər, necəsiniz? Siz ümid edirəm ki, hamıda hər şey yaxşıdır. Mən artıq dostlar qayıtdım YouTube-a. Bu gündən etibarən çalışacağam sizlər üçün həftədə düzdür, hər gün də olmasa ən azı 3 dənə və yaxud da 4 dənə video sizlər üçün paylaşım. Düzdür, vaxtdan asılıdır. Düzdür, indi mənim əvvəlki kimi o qədər də yəni böyük bir vaxtım yoxdur, amma çalışacağam sizləri həmişə videolarla sevindirim. Nəysə dostlar, bugünkü videoda mən sizə Free Fire üçün ən yaxşı 7 dənə telefon göstərəcəm. Üstəgəl dostlar, qiymətləri çox belə deyim də baha olmayacaq. Yəni hamının cibinə uyğun bir telefonlar deyəcəm. Ona görə dostlar kanala abunə olun, video like atın, keçək videomuza. Bir də ki uşaqlar, kim elmasları güvənli və ucuz şəkildə almaq istəyirsə, sizlər üçün Teymur Game Shop-u təklif edirəm. Bu shop artıq yəni köhnə shopdur. Bunu hamınız da tanıyırsınız, hamınız yaxşı bilirsiniz. Güvən barəsində yəni belə söz də ola bilməz. Azərbaycanın ən yaxşı, ən güvənli shopu Teymur Game Shop-dur. Elə indicə yaz WhatsApp-a 05720 54 89 bütün elmaslardan yararlan və ilk yazanlara dostlar babat bir endirim olacaq. 7-ci yerdə olan telefonumuz dostlar Infinix Hot 40 Pro. Dostlar çox qəşəng telefondur. Qiymətinə görə təsəvvür ki, qiyməti bunun 360 manatdır. Düzdür, indi 360 manata biz burada yəni böyük bir şey gözləmirik, amma Free Fire üçün dostlar tam yetərlidir. Yəni Free Fire belə deyim də o qədər böyük bir naqusqalı oyun deyil ki, yəni telefonu belə deyim də çox pis dondursun eləsin. Yəni normal bir telefon belə deyim də bu oyun üçün bəsdir. Amma kimin büdcəsi azdırsa, yəni bu telefonu yoxlaya bilər. Yəni bu telefon yoxlaya bilər. Orta qrafikdə mənim fikrimcə, yəni bu oyun bu telefon üçün əla getməlidir. Qiymət də dostlar cəmi səhv eləmirəmsə 360 manat olmalıdır. 360-400 manat arası. Yəni girib maraqlana bilərsiniz elektronika mağazalarında. İndi isə dostlar keçsək 6-cı yerə. Uşaqlar 6-cı yerdə olan telefonumuz Poco X6 Pro. Bunu dostlar siz də böyük ehtimal eşidibsiniz. Düzdür, bunu əsasən elə bir ki PUBG üçün alırlar, amma Free Fire üçün də dostlar bu çox qəşəng gedir. Yəni biraz məntiqlə fikirləşikdə, əgər telefon PUBG-ni dözürsə, yəni qəşəng FPS verirsə, yəni Free Fire-ı naxatı götürməlidir. Ona görə dostlar burada mənim fikrimcə, yəni xarakteristikalarında oxumuşam. Burada yəni nəğdə Free Fire-ı çox yaxşı götürməlidir və yüksək FPS, yəni burada mənə elə gəlir, yəni 99% yəni verməlidir. Yəni çox məşhur telefondur. Qiyməti dostlar 700 manatdır. Lakin ən güclü telefon deyil. Ən güclü telefon birinci yerdədir. Ona isə hələ var. Gəlin isə keçək 5-ci yerdəki telefonumuza. Uşaqlar 5-ci yerdə olan telefonumuz OnePlus 15R'dir. Çox sürətli işləyən telefondur və Free Fire üçün çox mükəmməl bir telefondur deyimsə. Yəni bunu rahat şəkildə yəni götürə bilərsiniz əgər tapsaz. Çünki çox retki telefondur. Yəni bu dəqiqə o kontaktda, irşadda və digər elektron mağazalarda mən bunu tapmadım. Lakin ikinci əl olaraq mən bunu tapazda gördüm. Və üstəgələ Dubaydan bir saytı var. Onlar gətirir. Adını çəkməyəcəm. Çünki yəni boş-boş istəmirəm adını çəkim. Yəni siz özünüz də baxın. Bəlkə də tapdınız. Yəni araşdıran, mənim fikrimcə yəni burada o telefonu yəni çox istəyən gedib tapa bilər. Zakaz eləyə bilər saytlardan və s. Nəysə, Free Fire üçün amma çox pesat telefondur. 165 Hz ekran, çox sürətli işləyir üstəgəl və yəni hər şey pesatdır. Yəni və tək Free Fire üçün yox, yəni Luboy oyunu mənim fikrimcə bu çox qəşəng götürməlidir. Yəni baxın, qiyməti də dostlar bunun 1000 manatdır. İndi isə keçirik 4-cü yerdə olan telefonumuza. Uşaqlar 4-cü yerdə olan telefonumuz artıq belə deyim də oliqarxlar üçündür. Yəni belə deyək. Bu stil biraz bahalı stildir. Bu biraz oliqarx stildir. Lakin uşaqlar yenə də Free Fire üçün yəni çox bir mükəmməl telefondur. Telefonumuzun da adı Samsung Galaxy S25 Ultra'dır. Qiyməti də dostlar 1900 AZN. Düzdür, bahalar da var. Mən amma büdcəli variantlara baxdım bəzi saytlardan. Yəni elə saytlar var məsələn baha verir. Elə saytlar var məsələn də 2200-ə verir, amma girsən digər saytda görsən ki 1900-ə verir. Yəni belə şeylərdən ən ucuzu 1900-ə mən gördüm və bu qiymətə dostlar sizə deyirəm. Siz də girib araşdıra bilərsiniz. Çox, yəni belə deyim də mükəmməl tez işləyən bir telefondur.
Və gəldik çıxdıq uşaqlar 3-cü yerə. 3-cü yerdəki olan telefonumuz iPhone 17 Pro Max. Uşaqlar çox peçat telefondur. Təsəvvür edin ki, bu telefon oyunlar üçün çox qəşəng optimizasiya olunub və heç bir oyun təsəvvür edin ki, lag vermir. Yəni rahat şəkildə istənilən oyunu bu telefonda oynaya bilərsiniz. Free Fire deyən Timbolidə. Free Fire bu su kimi götürür və heç bir lag vermir. Yəni həm YouTube üçün, həm prosta oynamaq üçün, yəni çox ideal bir telefondur və qiyməti dostlar 3200 manatdır. Amma mənim fikrimcə o qiymətə bu telefon dəyər. İndi dostlar keçirik ikinci yerə. Və uşaqlar ikinci yerdə bizdə gəlir telefon Nubia Red Magic 11 Pro. Bu artıq digər telefonlardan çox fərqlənir. Çünki bu oyun telefonu hesab olunur. Bəli dostlar, səhv etmirsiniz. Bu artıq oyun telefonudur. Yəni Free Fire, PUBG və digər oyunları çox rahat şəkildə götürür və üstə gəlir dostlar bunda donma yoxdur. Heç bir halda bu bir. İkincisi soyutma sistemi var bu telefonda. Bu 2 və üçüncüsü də dostlar telefon çox nadir hallarda qızır. Yəni çox ideal bir şeydir. Qiyməti dostlar 2500 3000 manat arası dəyişir. İndi isə dostlar keçirik birinci yerə. Demək olar birinci yerdə bizdə gedir telefon Asus ROG Phone 9 Pro. Çox mükəmməl telefondur və oyun telefonu sayılır bu və təsəvvür edin ki, 2026-cı ilin ən yaxşı oyun telefonu məhz bu sayılır. Bəli dostlar, səhv eşitmirsiniz, ən yaxşı telefon budur oyun üçün. Ona görə mən onu birinci yerə qoydum. Və sonra nə deyimsə dostlar, bunun demək xüsusi oyun üçün düymələri var. Yəni triggerlər var. Sonra nə deyə bilərəm? Ekranı da dostlar, ekranı 185 Hz. Yəni mükəmməl. Bir sözlə mükəmməl, amma qiyməti də dostlar, qiymətdən yəni gəlib çatanda adam qorxur. Belə deyim, qiymət də dostlar bunun belə deyim, yəni şok olasınız. Qiyməti dostlar bunun 5000 manatdır. Bəli dostlar, səhv etmirsiniz, 5000 manat. Yəni buna inanmıram. Bu video baxanlardan kimsə alsın, amma elə belə də belə deyim, content eləyirəm, video çəkirəm. Yəni nə mən bəlkə də alan olar, niyə də yox? Yəni vardı notebooklar alırlar 10 minə, MacBook alırlar 15 minə. Yəni niyə də oyun telefonu almasınlar? Yəni bəzi adamlar var. Və uşaqlar gəldik çatdıq videonun sonuna. İnşallah video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, zəhmət olmasa kanala abunə olun, video like atın. İnşallah növbəti videoda görüşərik. Hamınızı öpürəm.